Herkese selam, Hamzcan kanalıma hoş geldiniz. Bugün sizlerle birlikte size aldıklarımı göstereceğim. Gelin başlayalım. Evvelce emziz birlikte bu videomu çekmişim olmazdı. Neyse. Yani bilmem neyse. Deməli, başlayaq. Birinci bununla başlayacağım. Daha böyle bir qələm almışam. Yoxladım. Birisi nə qədər gözəl yazır. Ben göstereyim size. Böyle pembiş qıraqlarda böyle yalanqundu. Qiymətini de deyim 70 qəpiyəydi bu. Burada bir yerde yazdım ve size göstereyim. Bir tane Ayşen yazacağım. Ayşen. Hatta biraz pis olabilir ama Əla yazdırdım. Onlarını 10 veririm buna. 70 qəpiydi bunun qiyməti. Burada qalsın. Buna bura qoyaq sonra. Böyle 2 adet A3 almışım. Bunu niye aldım? Çünkü qiymətini bilmirəm bu arada. Başka şeyler de almışdım bunun yanında. Cəmi dedi qiymətini bilmirəm. Bize şey tapşırıq vermişdilər. Ona göre A3. Boyda böyükdə, yəni A3 bilirsiniz də yəqin ki nə boydadır. Bu da burada qalsın. Biraz böyükdə ama neyse. Daha sonra bu mənim deyil. Kardeşim değil, anamındı. Anam oynatmaq üçün değil də. Yəni labılı ama labısı çox pis. Anam sipariş hazırlayacaq onunla belə köpük. Labılı oxşamasa da. Daha sonra bir dənə belə bir vinil oyuncaq almışıq. Belə ağ, gümüş, yaşıl, pəmbiş. Mən ən çox pəmbişlə mavişi bəyəndim. Çünki bu üçün hamısı qəşəngdir. Sadəcə bu üçünə bayıldım. Çünki mənim ən sevdiyim renk bəbiş, pembiş və mavidir amma açıq. 6 dənə onun da qiyməti deyəsə 3 manat 50 qəpik tam da bilmirəm. Daha sonra bir şey göstereceğim size. Bu. Aslında benim bunlardan vardı ama yeniden özüm tutamıyorum. Adımı yəqin ki bilərsiniz, 1 manatdır bu. Bunu açıb baxmaq istəyirəm. Hər rəngdə var. Çəhrayı, ağ, qara. Qarasını, ağsını çox bəyəndim. Qaradan 2 dənədir. Baxın. Çox şükür yer. Hər rəngdə var. Mavidən başqa. Birini çıxardıb baxacağım. Qəşəngdir tutumu falan. 10 dənədir deyəsən. 2, 4, 6, 8, 10 dənədir bəli. Belə. Ucuzlu broşkalar. Onsu trendiydi. Biraz trenddən düşüb. Daha sonra belə rezinlər almışım. Meytib düşün. Əslində onun sarı rəng var idi. Mavisi və yaşıl var idi. Bir mən sarısını götürdüm. Sonra dəyişdim yaşılına. Əsnəkdir. Bunun miniklərdə var idi. Qara, nə bilim nə. Bütün rənglər var idi. Amma mən böyüyünü seçdim. Çünki böyüyünü daha çox istifadə edirəm. İçində 2 rəng var. Deyəsən. İçində nə qədər var saymaq istəyirəm. 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 22, 24. Bayağı çoxdur. Ben bunlardan tevdən alacaqdım. Qara rəngin. İndi almayacağım. Bunlardan da alacaqdım. Almadım bir şey. Yenə qələmlər. Bu mənim qələmdir. Həmən belə pozanlıdır və belə toneli falandır. Belə. Bunu da yoxlayaq. Ayşen yazımdan da belə yazır. Bu da qəşəngdir. Onun üzərindən 10 verirəm. 9 verirəm. Rənglər uyumuşaq ama. İndi 2 dənə qələm var. Onlar da qardaşım üçün almışıq. Biri belə. Bu çox qəşəngdir. Rəngi də belədir. Heç mən bilmirəm bunları. Buna da Ayşen yazır. Ayşen. Uyda. Bu hamısından qəşəng yazır. Baxın. Çox qəşəng yazır. Geçmən də ardınız. Bir də belə bir şey. Bunu da yoxlayaq. Ayda. Bu da çok güzel yazır. Bakın. Bunlar tünt yazır ama benimki açıq yazır. İkisine de 10 veririm həqiqətən. Daha sonra mənim ucul qələmim var bilirsiniz. Onun üçün uc almışam. 05 belə
Pembiş. Aslında bütün renkler var da ben onu seçtim. Bakın böyle eləyirsiniz. Düşür. Qırmar. İnşallah qırmaram. Bunun birini götürüp yoxlayaq. Boyu biraz qabına göre çox balacadır da. Tapdım uclu qələmi. Biraz çətin olsa. Dedim bunu salmaya çalışım. Neyse salamadım kardeşime deyərəm sala. Bunu da qoyaq daha sonra. Bu arada bu ucun qiyməti 1 manat idi. Bu 80 qəpik. Bunlar da bilmem. Bunlar da anam alır. 1 2 3 4 adet advet kalender almışam 1 manata. Ama hamısı da mənim deyil. Biri də mənim. Dostlarımla hədiyyələşməyə üçün onu almışam. Onlara daha doğrusu. Belə. Aldıqlarım bu qədər idi. Kanalıma abunə olmayı unutmayın. Sağ olun.